Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Martın 31-də saat 11:10 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub. Axar Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, son günlər mütəmadi olaraq Azərbaycan ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır. Bildiririk ki, Azərbaycan ordusunun bölmələri tərəfindən güya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur. Tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır. Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rey formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir.